Hər kəs salam. Bugün kimyəvi tarazlıq və ona təsir edən amillər bölməsini izah eləyəcəm. Video başlamazdan əvvəl kanala abunə olsanız və video like atsanız sevinərəm, çünki bu mənim üçün çox önəmlidir. O zaman başlayaq biz birinci suala. Deyir tarazlıqda olan N2O4, 2NO2 çıxaq Q reaksiyasında temperatur və NO2-nin qatılığı necə dəyişmək lazımdır ki, tarazlıq sağ tərəfə yerini dəyişsin. Sağ tərəf dediyinə görə mən oxu sağ tərəfə çəkdim. Temperaturu, baxın, sağ tərəfdə mənfi Q-dur. Biz bilməliyik ki, temperaturu artıranda mənfi Q-ya, temperaturu azaldanda isə müsbət Q-ya istiqamətlənir. İndi mənfi Q istiqamətlənir, deməli biz temperaturu nə etməliyik? Artırmalıyıq. Deməli cavabımız ya C variantı olacaq, ya Y variantı olacaqdır. İndi NO2-ni. Uşaqlar, baxın, biz N2O4-ü artırsaq, reaksiya sağa gedir. Çünki N2O4 tərəfdə artır deyə artıq sağ tərəfə gedir. Eyni zamanda biz 2NO2-ni azaltsaq, o istiqamətə gedir. Yəni az tərəf haradırsa ora gedir. Deməli biz NO2-ni nə etməliyik? Azaltmalıyıq ki, o tərəfə getsin. Birinci sualda C variantı olduğuna görə cavabımız. İkinci suala baxırıq. Tarazlıqda olan reaksiyalardan hansında temperaturun və təzyiqin artırılması tarazlığa sağa, yenə sağ dediyinə görə mən oxu sağa çəkirəm. Baxaq. İndi temperaturu artırıb, temperatur artırıbsa, deməli bu mənfi Q-yə istiqamətlənməlidir. Yəni sağdakılar mənfi Q olmalıdır. Baxın, hansında mənfi Q-dur? B-də, C-də və Y-də. Yəni ona görə A ilə D variantlarını çıxdıq. Temperatura görə tapdıq. İndi gəlin təzyiqə baxaq. Təzyiqdə isə uşaqlar yenə eyni qaydada olacaqdır. Baxın, biz bilməliyik ki, təzyiqdə bərklər təzyiqə təsir eləmir. Ona görə bərkləri çıxıram. Məsələn, kalsium karbonata çıxdım. Ona görə C variantını çıxaram. Baxın, bərkləri çıxıram. Bizdə qalır B ilə Y variantı. Baxın, Y variantına 3 burada, 3 dəmir də bu arada bərkdir. Ona görə dəmiri də çıxıram. 4 buradadır. Buxar edinə görə bu yəni qaz deməkdir. Yəni su buxarı, qaz. 4 buradadır, 4 buradadır. Baxın, dəmir çoxu 4 də bərkdir deyə çıxıram. Burada 4 mol qaz var. Burada da eyni halda 4 dənə hidrogen, 4 dənə qaz var. Görürsünüz, 4, 4. Deməli, bu təsir eləməyəcəkdir. Amma B variantda baxsınız. Burada 1 mol CO qazı, 2 mol hidrogen qazı. Deməli, burada 3 moldur. Amma burada 1 moldur. Deməli, neynədir? Az tərəfə istiqamətləndirdi. Yenə təzyiq artıranda mol hara azdırsa ora yönəlir. Ona görə ikinci sualda B variantı olur. Üçüncü suala gəlin baxaq. Deməli, deyil ki, 3 mol dəmir 4 mol su ilə girir. Dəmir CO4, 4 mol hidrogen və mənfi Q. Tarazlığı deyir sola tərəf necə yönəltmək olar? Bu səfər isə oxu mən sol tərəfə yönləndirirəm. Təzyiqi azaltsam, bura mənfi Q-dursa əgər, deməli bura müsbət Q-muş, düzdürmü? Deməli bu müsbət Q-yə istiqamətlənib. Deməli temperatur o zaman azalıb ki, bu müsbət Q-yə istiqamətlənib. Deməli 2 düzdür. Hidrogenin qatılığını artırsam, deməli bura artırsam, o zaman bura çoxalır. Baxın, sağ tərəf çoxalır və avtomatik bu sola istiqamətlənir, düzdürmü? Deməli 3 də düzdür. 2 ilə 3 olan cavab 3-də C variantıdır. Təzyiqi azaltsaq bəs necə təsir eləyir? Təzyiqi azaltsaq yenə çox olan tərəf istiqamətlənir. Düzdürmü? Baxın, burada bərki çıxsam, burada da bərki çıxsam, 4 qaz buradadır, 4 qaz burada təsir eləmir. Deməli 1 ona görə götürülmür. Baxaq dördüncü suala. Bizə isə deyir yenə burada sağ tərəfə yönəltmə var. Baxın, sağ tərəf. Oxu mən sağ tərəfə çəkirəm. Suyu çıxarsam, bura azalır. Azalır deyə bura yönəlməlidir. Ona görə bu səhvdir. H-brom əlavə eləsəm, bura çoxalır. Ona görə yenə bu sol tərəf istiqamətlənir. Bu da səhvdir. Su əlavə eləsəm, baxın bura əlavə eləyirəm. Bura çoxalır deyə bu gedir sağa. Deməli bu düzdür. H-bromu çıxarsam, yenə bunu çıxardıram deyə sağ tərəf azalır. Ona görə yenə sağ tərəfə istiqamətlənir. 3 ilə 4 Y variantı. Ümid edirəm başa düşdünüz uşaqlar. Baxaq 5-ci suala. Deməli deyir ki, sağ tərəfə yönəltmək olar. Yenə bizdən sağ tərəf istəyir. Sağa yönəldirəm. Burada görürsünüz sağda mənfi Q var. Deməli temperatur artıb ki, bu mənfi Q-yə istiqamətlənib. Temperatur artanda mənfi Q-yə istiqamətlənir, temperatur azalanda müsbət Q-yə istiqamətlənir. İndi baxın, temperatur artıb ki, bu mənfi Q-yə istiqamətlənib, düzdürmü? Temperatur artan cavabları götürürəm mən.
Təzyiq isə təzyiq isə gəlin görək sağ tərəfdə çoxdur yoxsa sol tərəfdə. Baxın, burada 1 mol qaz var. Burada neçə mol qaz var? 2 mol. Deməli, çox tərəfə yönlənibsə, deməli təzyiqi nə ediblər? Azaldıblar ki, bu çox tərəfə istiqamətlə tərs asılıdır, belə fikirləşin. 5-ci sualda oldu cavabımız D variantı. Təzyiqi azaltmaq, temperaturu artırmaqla. Burada yenə deyir sağ tərəfə yönəlsin. Sağ tərəfə çəkirəm oxu. Temperatur. Sağ tərəfdə nə var? Müsbət Q var. Deməli, temperatur azalıbdıblar ki, müsbət Q-ya istiqamətlənib. Azaltmaq, azaltmaq. Təzyiqə baxıram. Burada 2 mol təzyiq var. Burada 1 mol. Deməli, azaldıblar ki, artırıblar ki, az tərəfə istiqamətlənib. Artırmaq A variantı olmuş oldu. Ümid eləyirəm, başa düşürsünüz uşaqlar. Baxaq 7-ci suala. Hansı təzyiqin artırılması tarazlığı sağ tərəfə yönəlsin? Təzyiq sağa deyir yönəlsin. Reaksiyada tarazlıq sağa yönəlsin deyir. Təzyiqi artıranda az tərəfə yönəlməlidir. Baxaq görək hansında sağda mol daha azdır. Baxın, burada 4-dür. Burada 2-dir. Görürsünüz, sağda daha azdır. Artıranda az tərəfə yönəlir. 1-i götürürəm. Baxaq görək başqa sağda hansı azdır. Burada 2 moldur, burada 2 moldur. İkinci təsir eləmir, çünki bərabərdirlər. Burada 3 moldur, burada 2 moldur. Baxın, burada 3-dür, burada 2-dir. Deməli, həqiqətən də 1-i götürərik, 3-ü götürək. Çünki sağda azdır ki, artıranda sağa yönəlib. Burada yenə amma burada 2-dir, burada 1-dir, burada 1-dir. Niyə? Çünki bərk təsir eləmir, axı bunu saymıram. 1, 1, bu da təsir eləmir. 1 ilə 3 cavab oldu D variantı. 8 də eyni qaydadır uşaqlar. Bu səfər də sol tərəfə yönəlməsi istəyir. 9-a baxaq. Deyir ki, temperatur, bizdən deyir sağ tərəfə, sağa çəkirəm. Sağda nə var? Müsbət Q. Deməli, temperatur azalıb ki, müsbət Q-ya istiqamətlənib. Azalmanı götürürəm. Təzyiqə baxıram. Burada 3 moldur, burada 2 moldur. Deməli, bunu artırıblar ki, az tərəfə istiqamətlənib. Artırma B variantı. 10-cu sualda eyni qaydadır. 11-ci suala gəlin baxaq. Deyir ki, məhsulların alınması. Məhsullar sağ tərəfdə alınır da. Deməli, məhsulların alınması tərəf sağ tərəf demək istəyir. Sağa yönəlib. Təzyiqi artırsam. Baxın, burada 2 moldur, burada da 4 moldur. Deməli, çox tərəfə yönəlsə, deməli, təzyiq neyini azalıblar. Təzyiqi azaldıblar ki, çox tərəfə yönəlib. Deməli, A variantı səhvdir. H2-in qatlığını artırsam, mən H2-in qatlığını artırsam, bura çoxalır, onda bura sol tərəfə istiqamətlənməlidir. B səhvdir. Temperaturu azaldanda müsbət Q-ya istiqamətlənir. Bu isə mənfi Q-ya tərəfdir. C variantı da səhvdir. CO2-nin qatlığını artırsam, CO2-nin qatlığını artırsam, bura çoxalır, sol tərəf. Avtomatik sağa yönəlir. Ona görə D variantı düzdür. Katalizatorsa təsir eləmir uşaqlar. 12 də həmin qayda ilə. Burada nə deyir? Deyir, kimyəvi təsir yerləşməsi təsir eləmir. Sağ-sol bərabər olsa təsir eləmir. Burada 3 moldur. Qazlara baxırıq bu arada. Burada 2 moldur. Bu təsir eləyəcək. Çünki fərqli rəqəmlər aldıq. Burada 2 moldur. Burada 4 moldur. Bu da təsir eləyir. Burada 3 moldur. Burada 1 moldur. Bu da təsir eləyir. Təsir etməməsi üçün eyni molda olmalıdır. Sağ və sol. Gəlin baxaq. D-dən Y variantlarına. Burada 2 moldur, burada 1 moldur, bu da təsir edir. Amma bura baxın, 2 mol burada, 2 mol burada. Bu təsir eləmir. 14 də həmin qaydadadır. Baxın B variantına. 2 mol burada, 2 mol burada. Bu təsir eləmir artıq uşaqlar. 15-ci suala baxırıq. Düzünü və əksinə gedən reaksiya sürətlərini müqayisə edin tarazlıq halında. Uşaqlar, tarazlıq halında düzünə və əksinə gedən reaksiyaların sürətləri bərabər olur. Ona görə cavab 2. Amma diqqət yetirin tarazlıq halında. Gəlin baxaq 16-cı suala. Yenə tarazlıq halında soruşur. 1-i götürəcəyik, o da C variantı olmuş olur. Gəlirik 17-yə. Bir hansı maddələrin qatlığını artırsaq sağa yönələr. Sağa. Bunları artırsaq təbii ki də bura çoxalır, ona görə sağa yönəlir. SO2 və O2. 1 ilə 2 B variantı. Gəldik bura. Burada görürsünüz ki Z ilə T yuxarıdadır, X ilə Y aşağıdadır.
Deməli, bu nə ifadə edir? Bu tarazlıq halını ifadə edir uşaqlar. Onlar yazılır surətdə, reaksiya girənlərsə məxrəcdə yazılır və əmsallarda qüvvət şəklində göstərilir. Bu tarazlıq sabitidir. Gəldik 19-cu suala. Deməli, bu bir düzünə gedəni göstərir və birləşmədir. 3 əksinə gedəni göstərir və parçalanmadır. P yazılır. Düzünə birləşmə, 3 də əksinə parçalanma. İkisi tarazlıq halını göstərir uşaqlar. İndi baxın, birləşmə deyir. Birləşmə də birincidir. O da olur nə? C variantı 19-da. Baxırıq 20-ciyə. Burada isə parçalanmanı istəyir. Parçalanma da 3-ü götürürük. O da olur Y variantında. Baxırıq sonra 21-ə. Deyir ki, sola yönəlsin. Deməli, sol buradır. İndi bizə deyir ki, hansı əlavə edilməlidir? Baxın, sonra baxırıq 23-cü suala. 23-cü sualda nə deyir? Deyir, hansı maddə əlavə eləməlidir, amma sağa yönəlsin. İndi isə reaksiya girənlərdən əlavə eləməliyik ki, reaksiya girən tərəf çox olsun və bu az tərəfə yönəlsin. H3COH və C2H5OH-dır reaksiya girənlərimiz. O da A variantını düzgün göstərilib. 23-də nə deyir? Deyir ki, təsir eləsin. Uşaqlar, yenə burada sağla solda qazların əmsalları cəmi bərabər olsa təsir eləməz. Amma fərqli olsa təsir eləyər. Məsələn, baxın A variantında. Burada solda 4 dənədir qaz. Sağda isə 2 dənə. Deməli, təsir eləyəcəkdir. Amma B variantına baxın. 2 dənə burada, 2 dənə burada. C variantda eyni halda. 2 dənə burada, 2 dənə burada. D variantı bəlkə təsir eləmir. Ona görə bir dənə burada, bir dənə burada. Y variantı bəlkə təsir eləmir. Bir dənə burada, bir dənə burada. 24-cü suala baxırıq. 24-də deyir, maddələrin alınması istiqamətində. Maddələr sağ istiqamətdə alınır. Ona görə oxu sağa çəkirik və yaxud da biz də deyə bilərdik ki, məhsulların alınması istiqamətində və yaxud da eyni zamanda sağa yönəlir. Ona görə fərqli deyə bilər. Oxu ona görə çəkirik. Təzyiqin azaldılması. Təzyiq azaldanda əlbəttə ki, çox tərəfə yönəlir. Hansında mol sağda çoxdursa, biz onu götürürük. Məsələn, Y variantına baxın. 3 mol buradadır, 2 mol buradadır. Düzdürmü? Azaltdıq deyə bu çox istiqamətə yönəlir. 3 burada, 2 burada. Deməli, başlanğıc maddələrin alınması istiqamətində. Başlanğıc maddələrin alınması istiqamətində yerini dəyişər. Deməli, burada bərk təsir eləmir və 1 mol burada olur, 2 mol burada olur, sağda çox oldu. Sonra baxıram, burada 2 dənə burada, 2 dənə burada. Bu ümumiyyətcə təsir eləmir. 2 burada, 2 burada. C variantı ümumiyyətcə təsir eləmir. Burada isə 4 dənədir, burada 2 dənədir. Baxın, A variantında sağda çoxdur. D variantında da sağda çoxdur. Amma Y variantı solda çoxdur. Ona görə biz nəyə götürürük? Y variantı. Deməli, şərtdə bizə demək istəyir ki, uşaqlar, başlanğıc maddələr istiqamətində. O zaman ox sola yönəlir. Mən şərti səhv oxumuşam. Maddələrin alınması deyibdir. Burada ox baxın, 2 tərəfli qoyub. Ona görə ox tərəf 2 tərəfli qoyub və başlanğıc maddələr istiqamətində deyirdi. Başlanğıc maddələr də soldadır uşaqlar. Üzrlü sayın, bunu düzgün oxumamışam. Deməli, o zaman təzyiq azaldanda çox istiqamət yönəlir. Hansında sol tərəfdə çoxdur? Y variantı. Ona görə 24-də yeni götürürük. 25-də deyir ki, SO3-ün alınması istiqamətində, yəni sağda. Baxaq, təzyiqi azaltsaq. Təzyiqi azaldanda çox haradsa ora yönəlir. Düzdürmü? Çox haradsa ora yönəlir. İndi baxın, burada 3 moldur, bura 2 moldur. Azaltdıq, çox soldaydı. Ona görə bu səhvdir. Temperaturu azaltsaq, müsbət istiqamətə yönələr. Bu düzdür. Həqiqətən də müsbət küyə istiqamətlənib. Katalizasiya təsir eləmir. Ona görə 2 olan cavab yalnız C. 26-da eyni qayda ilə həll olunur. 27-yə baxaq. Tarazlıq sağa yönəlsin deyir. Yaxşı. Deməli, azot monoksidi çıxarsam, azot monoksid budur. Bunu çıxarsam, bura azalır deyə sağa yönəlir. Deməli, bu düzdür. Azot monoksid əlavə eləsəm, bura çoxalır deyə sola yönəlir. Deməli, B səhvdir. Su əlavə eləsən, sağ tərəf çoxalır,
və bura çoxalır deyə sola yönəlir. C də səhvdir. Təzyiqi artıranda az haradırsa ora yönəlir. Burada baxıram 9-dur. Burada isə 10-dur. Deməli, artıranda az tərəf sola yönəlməlidir. Bu səhvdir. Temperatur artıranda isə mənfi Q. Mənfi Q da sağda deyil, soldadır. Ona görə bu da səhvdir. Qaldı cavab A variantında. Sualı, D tarazlıq sola yönəlsin. O zaman biz sola bir ox çəkirik. Yəni bu istiqamətdə yönəlsin demək istəyir. Təzyiqi azaltsaq, uşaqlar təzyiqi azaltsaq, biz bildirik ki, çox haradsa ora yönəlir. Baxın, burada 9-dur, mol 4-də gəl 5. Burada nə qədərdir? 10-dur. Çox istiqamətə yönəlmədi, az istiqamətə yönəlmiş oldu. Deməli, az səhvdir. Azot monoksidi çıxaranda bura azalır deyə bura yönəlməli idi. Ona görə B də səhvdir. Suyu çıxarsa, əgər buranı da çıxarsa yenə sağa yönəlməli idi. Azot monoksidi əlavə eləsə, bəli, bura əlavə eləsə bu sağ tərəf çoxalır deyə sola yönəlir. D variantı səhvdir. Temperatur azaldanda uşaqlar müsbət Q, yəni bura sağa yönəlməli idi. Ona görə Y də səhvdir. Baxaq 29-a. Deyir, doğru ifadəni müəyyən edin. Deməli, deyir, sulfat turşunun alınması mərhələlərindən biridir. Bəli, uşaqlar, SO3 isə su gəldi, H2SO4 alınır. Deməli, bir düzdür. Katalitik reaksiyadır, bəli, çünki baxın, V2O5 üzərində qeyd olunur, deməli, katalitikdir. Temperaturu artırdıqda tarazlıq məhsulun alınması istiqamətinə, yəni belə yönəlir. Bu düzdürmü? Xeyr, temperatur artıranda mənfi Q yönəlir. Bu isə müsbət Q deyil bizə. Deməli, 1, 2 düzdür, 3 səhvdir. O da oldu C variantı. 30 da eyni qaydada. 31-ə baxaq. Təzyiqin artması sağa yönələr. Artıranda az olan tərəfə yönələr. Baxın, bəlkə çıxaram buradan. Burada 1 olur, burada 2-dir. Deməli, bu hara yönəldi? Çox tərəfə. Deməli, 1 səhvdir. Baxaq bura. 2-2 burada heç təsir eləmir, çünki sağ və sol bərabərdir. Burada 4 moldu, burada 2 moldu. Yenə az tərəfə yönəldi. 3 də düzdür uşaqlar. Yalnız D variantı götürüyor 31-də. 32-ci suala baxırıq. Deyir, hansı reaksiyada porşeni bir vəziyyətdən iki vəziyyətinə gətirdikdə kimyəvi tarazı başlanğıc maddələr tərəfə yönələr. Başlanğıc maddələr buradadır, yəni sola yönələr demək istəyir. Uşaqlar, burada təzyiq fikir verirsinizmi? Azalıb. Burada daha çox təzyiq göstərir. İkincidə isə təzyiq az göstərir. Təzyiq neynədir? Azaldı. Baxın, təzyiq azaldırsa, bura yazıram, təzyiq azaldı. Təzyiq azaldısa, harda mol çoxdursa, o istiqamətə yönəlir. Yəni ki, burada görürsünüz, yəni deyir ki, yəni sol tərəfdə mol az olmalıdır. Bəlkə çıxaram, burada olur 1, burada olur 2. A səhvdir deməli. Burada heç təsir eləmir, çünki 2-2 bərabərdir. Bura baxın, burada 3 moldur, burada 2-dir. Çox 3-dədir, 3 tərəfə yönəlib. Bu düzdür. 33-də baxaq, məhsulların alınması istiqamətində, yəni sağ tərəfə yönəlsin deyir və təzyiqi azaldır. Təzyiq azaldısa, çox haradsa ora yönəlir. Yəni bizə də deyir ki, sağda çox olsun. Baxın, burada 4-dür, burada 2-dir. Deməli, sağda çox deyil. Burada 2-dir, burada 4-dür. Burada da bunu götürürük, çünki sağda daha çoxdur, düzdürmü? 3-ə baxıram, burada bərki çıxaram, burada qaz bir dənə, bu heç təsirləmir, 1-1. Burada 3-dür, burada da 2-dir, deməli burada 3, burada 2, burada solda çoxdur deyə bunu da götürmürəm. Deməli, yalnız 2 götürülür. 34 də həmin qaydadır. 35 də həmçinin. 36-ya baxaq. Deyir ki, reaks daxilən və alınan maddələrin qatılıqlarının zamanlaslıq qrafiki əsasən hansı ifadələr doğrudur? Burada biz bir qrafik görürük. Deməli, baxın. Baxın, dönən reaksiyada. Dönən reaksiya deyil, çünki sıfıra deyib bizə uşaqlar. Bu dönən reaksiya olmur. Baxın, gəlib və sıfıra deyib. Uşaqlar, sıfıra deyəndə bu dönməyən reaksiya olur. Yəni, hamısı bitir. Bitirsə, bu artıq dönən olmur. Dönməyən reaksiya olur. Deməli, bir səhvdir. Reaksiya axıra qədər gedib, bəli, hamısı sərf olunub, ona görə reaksiya axıra qədər gedib, 2-ni götürürük. T1 anında reaksiyanın sürəti 0-a bərabərdir. Bəli, 3 də düzdür, baxın, 0-dadır. 2 ilə 3 o da oldu
B variantı. 37-yə baxaq. Deyək ki, reaksiya axıra qədər gedir. Bəli, çünki sıfıra dəyib. Dönəndimi xeyir dönməyəndir. İlkin maddə T1 anında tam sərf olunur. Bu da düzdür. 1 ilə 3, o da Y variantı oldu. Baxaq 38-ci suala. Artıq bu dönən reaksiyadır. Niyə? Çünki sıfıra dəyməyib uşaqlar. Görürsünüz, sıfıra dəyməyib. Ona görə axıra qədər getmir. Axıra qədər getməsi üçün sıfıra dəyməlidir. Amma dönən reaksiyadır. T1 anında düzünə və əksinə gedən reaksiyaların sürətləri bərabərləşir. Bəli, uşaqlar, görürsünüz, burada bərabərləşir. Ona görə 3 də düzdür. Ona görə 38-də oldu cavabımız B variantı. Baxaq 39-a. Bunu dedik uşaqlar, bir birləşmədir, 3 parçalanmadır. Bir birləşmədirsə həmçinin düzünə gedir. Bu isə əksinə gedir. Deyil ki, ikinci xətt kimyəvi tarazlıq halını ifadə edir. Bəli. Birinci xətt parçalanmanı göstərir, deyir. Xeyr. Birinci birləşməni bu yazmışam. 3 isə parçalanmanı, bəli. Bizdə nə istəyir? Düzgünü. Deməli, düzgün olan 1 ilə 3-cü fikirlərdir. O da Y variantında göstərilib. Baxaq 40-a. İkinci xətt tarazlığı göstərir. Bəli, çox haqlısınız. Bir birləşməni göstərir. Bəli. 3 nəyi göstərir? Parçalanmanı. 1 birləşməni, 3 birləşməni, xeyr. 1 ilə 2 olan cavab C variantı oldu. İndi baxaq 41-ci suala. Tarazlığın yeri dəyişməsi deyir, doğru izah edilir. Hansında? Temperatur artıranda mənfi küyə yönəlir, düzdürmü? Mənfi kü isə endotermik reaksiya istiqaməti deməkdir. Bir səhvdir. Temperatur artıranda endotermik, bəli, 2 düzdür. Təzyiqi artırdıqda tarazlıq həcmin artması istiqamətində yerini dəyişir. Bu 3də səhv fikirdir. Biz bayaq dedik axı, təzyiq artanda tarazlıq həcmin azalması istiqamətində yerini dəyişir. Ona görə yalnız 2 D variantı oldu. 42 həmin qayda ilə, gəlin 43-ə baxaq uşaqlar. Deməlidir, hansı ifadələr doğrudur, bizdən doğrunu istəyir. Tau 1 anında reaksiya tarazlıqdadır. Reaksiya, bəli, tarazlıqdadır. Ona görə 1 düzdür. Baxın, tarazlıqdadır. Tau 1 anında, 3-ündə də. Deyil, tarazlıq anı Z-in qatılığı X və Y-in qatılığından çoxdur, bəli, Z daha üstdədir. Düzdür, baxın. Z-in qatlığı buradadırsa, X-in qatlığı buradadır, Y-in qatlığı buradadır. Yəni, Z daha üstdədirsə, deməli, daha çoxdur. Y reaksiyanın məhsuludur. Gəlin, bir dənə silək buranın. Uşaqlar, reaksiya girənlər azalanlardır. Baxın, Y reaksiya girib, Z girib, amma X alınandır ki, reaksiya məhsulu artan istiqamətdə olur. Deməli, reaksiyanın məhsulu X-dır, Y deyil. Bu da səhvdir. Deməli, düzgün cavab 1 ilə 2 olmuş oldu. 44-də isə tərsinə səhvləri istəyir bizdən. Gəlin 45-ə baxaq. Aha, 45-də nə deyir? Burada reaksiya girənlər azalır, məhsullar isə artır. Yəni 4H xlordan oksigen azalmasını götürməliyik. Xlorla suyun azalmasını, xlorla suyun artmasını götürməliyik. Görək o hansı cavabdadır. Bir dənə baxın. Aha. Baxırıq D variantına. Görürsünüz uşaqlar. H xlor və oksigen. H xlor və oksigen. Oksigen azalıb. Oksigen azalıb. Xlorla su artıb. Xlor da artıb, su da artıb. Ona görə cavab D variantındadır. Reaksiya girənlər azalır, məhsullar artır. 46-da da yodla hidrogen azalmalıdır, H-yod artmalıdır. O da deməli 46-cı sualda Y variantındadır. Baxın, H-yod alınan məhsul artıb, amma hidrogen azalıb, yod da azalıb. Ona görə oldu nə? Aha, baxırıq 48-ci suala. Deməli, baxın, Z T-ni verib. Deməli, Z ilə T artıbsa, deməli, bu məhsullardır. Yəni, reaksiya X-dan Y bu istiqamətdə, ox bu istiqamətdə olmalıdır. Düzdürmü? Aha, ox bu istiqamətdə olmalıdır. O zaman K-mız da bərabər olur. Tarazlıq sabitimiz Z
vuraq t bölə x vuraq y. Düzdürmü? Məhsullar həmişə nə olur? Məhsul çoxdur da, deməli, birləşib bu alınır, artıb. Yəni, bunu buna böləndə birdən böyük olur. Bu 3 düzdür, amma birdən kiçik olmur. Ona görə cavabımız 1 ilə 2 olur. Çünki katalizator iştirak etdi, katalizator təsir eləmir. Bizə nə doğru deyil, səhvlər isə ona görə 1 ilə 2-ni götürürük. 49-da da həmçinin katalizator iştirak etdi, dəyişmir, bəli, düzdür və eyni halda 1-dən böyükdür, yenə 1, 2-ni götürürük, o da edir bizdə A variantı. Baxırıq 50-ci suala, baxın x-a, 8-dən düşüb 7-yə 1 mol x sərf olunub, düzdürmü? 1 mol. Deməli, biz A-nın D-ni götürürük, B-ni ilə göstəririk, Y. Y-ə baxın, 8-dən 6-ya düşüb 2 mol Y və Z-dən T-yə baxaq. Z 0-dan 4-ə 4 mol, T-də 0-dan 1-ə 1 mol. O da oldu nə? A variantı. 51-ci sualda x-a x-la y azalandı, z-lə t alınandı. Deməli, x-la y reaksiya gedir, z-lə t alınır. X-a baxın, 6-dan 5-ə düşüb 1 mol x. Bunları çıxırıq. 1 mol x. Y-ə baxırıq, 6-dan 3-ə düşüb 3 mol y. Z-ə baxırıq, 0-dan 4-ə qalxıb 4 mol z və 0-dan 1-ə qalxıb 1 mol da t alınıb. Baxırıq 52-ci suala. Deyir ki, izomerləşmə prosesi göstərin deyir. İzomerləşmə prosesində uşaqlar düzünə və əksinə gedən bərabər olmalı. Məsələn, 6-dan 3-ə düşüb, burada 3-ü sərf olunub, burada da 3-ü alınıb. Deməli, bu izomerləşmə reaksiyasıdır. Məsələn, gəlin buna baxaq. 8-dən 3-ə düşüb 5-i sərf olunub, eyni zamanda 5-i alınıb. Bu da izomerləşmə reaksiyasıdır. Burada 8-dən 7-yə düşüb 1-i sərf olunub, amma 3-ü alınıb. Deməli, bu izomerləşmə reaksiyası deyil. 1 ilə 2-ni götürdük. Məsələn, 53-ə də gəlin baxaq. Deyir, burada isə deyir, izomerləşmə olmasın. Bu 8-dən 4-ə düşüb, 4-ü alınıb. Deməli, bu izomerləşmədir. Bu 8-dən 6-ya 2-si sərf olunub, 4-ü alınıb. Bu izomerləşmə deyil. 8-dən 2-yə düşüb 6-sı sərf olunub və eyni zamanda 6-sı alınıb. Deməli, bu da izomerləşmədir. İzomerləşmə olmayan 2 oldu. Deməli, cavabımız da B variantı oldu. 54-də deyir ki, tarazlıq hansı halda pozular? Qızdırdıqda sistemə oksigen daxil etdikdə. Deməli, uşaqlar, katalizator təsir eləmir. Ona görə 3-ləri çıxırıq. Qızdırdıqda da pozulur, soyuqduqda da pozulur, sistemə oksigen daxil etdikdə də pozulur. Ona görə cavabımız olur 1, 2, 4. Hansı reaksiyanın temperaturun artırılması? Temperatur artıranda mənfi Q-ya yönəlir. Mənfi Q. Və deyir, tarazlıq məhsullarının alınması. Tarazlıq məhsullarının alınması, yəni sağ. Hansında sağda mənfi Q var? 2 ilə 4-də. O da oldu 55-də C variantı. Baxaq 56-ya. Deyək ki, NH3-ün alınması istiqaməti, yəni sağa. Belə. Təzyiqi artıranda az haradısa oraya yönəlir. Burada 4-dür, burada 2-dir. Deməli, az tərəfə yönəldi, 1 düzdür. Temperatur artıranda mənfi 2 yönəlir. Deməli, bu səhvdir. Katalizator var isə bu da təsir eləmir. Yalnız 1-i götürürük. O da 56-da B variantı olur. 57. Sağa yönəlməsi üçün temperaturu azaldaram. Çünki azaldana müsbət Q yönəlir. O da A variantı düzdür. 58-dən işlədik uşaqlar, 59-dan işlədik, 60-dan yazdıq, 61-ə gəlin, baxaq düzün əksinə, sağ solda biraz çaşa bilərsiniz. Baxın, deyək ki, təzyiqi artıranda dəyişmir. Təzyiqi artıranda niyə dəyişməsin ki? Bu bərkdə axı, bu təsir eləmir, bunun üstünə xətt çəkirik. Burada 1-dir, burada 2-dir. Demək, təsir edir, yəni dəyişir, bir səhvdir. Birləri çıxaram. Temperatur artıranda necə yönəlir? Mənfi Q, yəni sağa. Deməli, 2 düzdür. 2-ni götürürük. Təzyiqi azaldanda, harada çoxdursa ora gedir. Yəni sağa gedir. Amma burada sola göstərib deyə 3 səhvdir. Temperatur azaldanda müsbət Q haradsa ora gedir. Bura mənfidirsə sağ tərəf, onda sol tərəfdə müsbətdir. Sola yönələr yəni. Deməli, düz cavablar 2 ilə 4, o da oldu A variantı. 61-dən. Aha.
Baxaq 62-ci suala. Deyir tarazlıq halında x üstəgəl y z sistemin x maddəsi əlavə etdiyi y maddəsinin maddə miqdarının dəyişməsinin zamanatlıq qrafiki hansı halda doğru göstərilmişdir? Uşaqlar, baxın, x maddəsi əlavə eləyəndə o zaman bu reaksiya sağa yönəlir. Eyni zamanda y-imiz azalır. Çünki sağa yönəlir, sağ artır, y azalır. Ona görə cavabımız olur Y variantı. Məsələn, desək ki, y maddəsi əlavə eləyirəm, o zaman x necə dəyişir? Yenə y əlavə eləyirəm deyə sol tərəf artır və reaksiya sağa yönəlir. O zaman sağ artır, x azalır. Və yaxud da desəm, məsələn, z maddəsi əlavə eləyirəm, y necə dəyişir? Z əlavə eləyəndə isə z tərəfi, yəni sağ tərəf artır deyə sol tərəfə yönəlir. O zaman sol tərəf artmış olur. Yəni x də artar, y də artar. Məsələn, buna uyğun 63-ə də baxaq. 63-ə baxaq, başa düşəcəksiniz. Baxın, deyir ki, x maddəsi əlavə eləyirəm. Bura əlavə eləyirəm deyə, bura artır, yəni sol tərəf və sağa yönəlir. Sağa yönəlir deyə, indi sağ tərəf artmış olur. Yəni z artacaq bu səfərdə. Artan cavab da deməli 63-də yenə Y variantında z artmış olur. 64-ə baxaq. Nə deyir burada? Deyir tarazlığı alınması istiqamətində, yəni sağa yönəlt deyir bizə. Qarışqa turşusu budur, HCOH. Qarışqa turşusunu mən çıxarsam, bu tərəf azalır deyə bu sağa yönəlməlidir. Deməli, bir səhvdir. Metanol. Metanol CH3OH-dır. Metanol əlavə eləsəm, uşaqlar, bura artır deyə, bəli, sağa yönələr. Artır deyə az tərəfə yönəlir. Və deyir ki, HCOH3 çıxarsam, bura yenə azalır deyə, yenə sağa yönəlir. Amma su əlavə eləsəm, sağ tərəf artır deyə, sol tərəfə yönəlməlidir. Amma bizdən sağa yönəlməyini istəyir axı. Ona görə 4-də səhvdir. Deməli, cavabımız oldu 64-də 2 ilə 3. Tarazlığın yer dəyişməsini təsir edir. Yenə baxırıq ki, sağda və solda mollar fərqli olmalıdır tarazlığın yer dəyişməsinə təsir eləməsi üçün. Baxın 1-ə. Sağda 1-dir, solda 2-dir. Deməli, təsir eləyir. Amma 2-yə baxsaz, 2-də də 2, sağda da 2-dir, solda da 2-dir. Demək ki, təsir eləmir. 3-ə baxıram, bərkin üstünə xət çəkirəm. Burada 1 dənədir, burada 2 dənədir. Deməli, bu da təsir eləyir. Burada dəmir çodör üstünə xət çəkirəm və eyni zamanda sağda 3 dənə dəmir üstünə xət çəkirəm. Çünki bərkdirlər. Və daha sonra baxıram, burada da 4 dənə CO var, burada da 4 dənə CO2 var. Deməli, bu da təsir eləmir. Təsir eləyən bizdə oldu 1-də və 3-də. 66-ya baxırıq. 66-da nə deyir? Deyir, sola yönəlsin. Təzyiqi azaldanda mol harda çoxdursa ora yönəlir. Deməli, bizdə solda mol çox olmalıdır. Burada 4 dənədir, burada 2 dənədir. Deməli, biri götürürəm, bəli. Solda mol daha çoxdur. 2 təsir eləmir, çünki iki tərəfdə də 2 dənədir. Baxaq 3-cüyə. Burada da 3 dənədir, burada 2 dənədir. Deməli, yenə solda çoxdur deyə 3-ü götürürük. Baxaq 68-ci suala. Deməli, burada tarazlıq sağa yönələr deyir bizə. Oxu sağa çəkirəm. Azot monoksid çıxardıram. Azot monoksid buradadır. Bunu çıxarsam, bəli, bura azalır deyə sağ tərəfə yönəlir. Azot monoksid əlavə eləsəm, xeyr. Su əlavə eləsəm, bura çoxalır deyə bura deyil. Suyu çıxartsam, bəli. Və temperaturu görək. Əgər sağda müsbət Q-dursa, deməli, mən temperaturu azaltmışam ki, bu müsbət Q istiqamətə yönəlir. Deməli, 1-i götürürük, 4-ü götürürük və 6-nı götürürük. 69-da eyni qaydada. Baxaq 70-ci suala. Demişdik axı, A birləşmədir və eyni zamanda düzünə gedən reaksiyadır. Birləşmə B və düzünə. C isə parçalanmadır və əksinədir. B isə tarazlıq halıdır. Baxaq, deyir A xətti birləşmə reaksiyasının sürətinə aiddir. Bəli, 1 düzdür. A xətti parçalanma xeyli 2 səhvdir. C xətti parçalanma, bəli, düzdür 3. C xətti birləşmə xeyr. B xəttində tarazlıq halında sürətlər bərabər olur. Bəli, 5-də düzdür. 71-də eyni qaydada 72-dən yazdıq. 73-dən 4-cü sualda deyir hansı amillərin dəyişməsi tarazlıqda olan bütün
bütün sözünə fikir veririk. Tarazlığın yer dəyişməsi səbəb olur. Uşaqlar bütün, yəni təzyiq demişdik axı, sağda və solda bərabər olanda tarazlığın yer dəyişməsi səbəb olmur. Biri çıxdıq. Başlanğıc maddələrin qatılığı bəli, çünki əlavə elində çıxaranda